olun. Salam millət. Baxıram Azərbaycan hakimiyyətinin, daha doğrusu prezident köməkçisi Hikmət Hacıyevin yaltaq mediası bugün Berlində onunla mənim aramda olan qısa dialoqu Hikmət Hacıyev Tural Sadıqlını sındırdı başlıqlarıyla tirajlayırlar, paylaşırlar. Bu haqda bir-iki kəlmə söz demək istəyirəm. Əslində Hikmət Hacıyev prezidentin köməkçisidir. Mən isə sadəcə bir jurnalistəm. O məni niyə sındıra bilər? Biz qarşı-qarşıya gələn siyasi rəqiblər deyilik, debatda da iştirak etmirdik. Prezidentin köməkçisinin bir jurnalistə, Tural Sadıqlıya cavab verməsini böyük bir uğur kimi qələmə verirlər. Əslində bununla demək istəyirlər ki, Azad Söz kanalı Tural Sadıqlının danışdıqları, göstərdikləri təsirlidir və prezidentin köməkçisi də özü mənim fəaliyyətimə reaksiya bildirir. Artıq Bakıda bu videonu çəkərkən gecə saat 1-dir, elə indi yayımlayıram mən, yayımlayacağam. Almaniyada artıq gecədir və mən Berlinə Azərbaycan prezidenti İlham Əliyevə sual vermək üçün 580 kilometr uzaqlıqdan gəlmişdim və indi evə qayıdıram. Gecədə də gördüyünüz kimi də qatardayam, yoldayam. Hələ 1-2 saat da bundan sonra yolum var. Bu gün baş verənlərə bir-iki kəlmə sözlə toxunmaq istəyirəm. Mən əvvəlcə onu deyim, Berlinə İlham Əliyevə sual vermək üçün getmişdim. Gördüm ki, bəzi insanlar yazırlar ki, bəs niyə orada İlham Əliyevə diktator deyə sən də qışqırmadın? Orada sən də etiraz etmədin, İlham Əliyevin ən yaxınında sən idin. Mən orada jurnalist kimi təmsil olunurdum və akreditasiyadan keçmişdim və məqsədim orada mətbuat konferansında İlham Əliyevə sual vermək idi. Mən sıravi bir küçədə dayanmamışdım. Ora Almaniyanın ən əsas qurumu olan kansleram, belə deyə Azərbaycanda prezident aparatı kimi tanınır və o binanın düz içərisində idim. Ora kansleramın binası hesab olunur. Ta qapının içərisi, ora küçə deyil. Orada etiraz etmək olmaz, orada qışqırmaq olmaz, orada sual belə vermək olmazdı İlham Əliyevə. Bu protokol qaydalarına ziddir, jurnalist ədəbinə, ərkanına da ziddir. Orada mən artıq danışa bilməzdim. Səhərsi gündə mən orada bir daha iştirak edə bilməzdim. Əgər bunları etmiş olsaydım, məni oradan da məcburən də çıxardardılar. Qaydaları pozsaydım və bu ayrı bir biabırçılıq olardı. Mən də buna getməzdim. İçəridə mətbuat konferansında isə İlham Əliyevə sual vermək istədim. Təəssüf ki, mənim sual verməmə imkan vermədilər. Əvvəlcədən hazırlanmış 4-5 nəfər Almaniya kanslerinin protokol xidməti tərəfindən onlara söz verildi və onlar suallarını verdilər. Mən əlimi qaldırsam da, azad söz sualı var desəm də, orada mənə söz verilmədi. Və mən də orada da söz verilmədən sual vermək olmazdı, edə bilməzdim bunu da, etmədim də. Çünki jurnalist ədəb ərkanına uyğun deyil, dediyim kimi. Və onu İlham Əliyevi küçədə tutmuram ki, ona söz verilmədən sual verim, qışqırım və başqa bir şey. Təəssüf ki, Əliyevə sualımı verə bilmədim. Əvvəlcədən mən ictimai qaydada müraciət etmişdim ki, İlham Əliyevə suallar vermək istəyirəm, buna şərait yaradın, mən bir jurnalistəm, ancaq İlham Əliyev Azərbaycanda yaltaq jurnalistlərin qarşısına çıxılaraq cavab verməsin və təəssüf ki, burada da verə bilmədim mən. Və gələk indi Hikmət Hacıyevlə mənim qısa dialoquma. Ola bilər Azərbaycan hakimiyyətinin mediaları tirajladıqları videolarda mənim səsim zəif düşür. Çünki onların kameralarında mən səsim zəif düşüb. İndi mənim çəkdiyim, əlimdə tutduğum, kameraya yaxın olduğum videonu sizə göstərəcəm. Əvvəlcə onu deyim ki, dialoqumuz qısa alındı və Hikmət Hacıyev özü şəxsən mənə yaxınlaşdı. Mən ona orada sual vermək istəmirdim. Onu orada
öz rəqibimmi deyim, orada biz ringə çıxmamışdıq, çıxmağa hazırlaşmırdım. O avtomobil karvanıyla gəldilər. Prezidentin köməkçisi Hikmət Hacıyev, Xarici İşlər naziri Ceyhun Bayramov, Azərbaycan İqtisadiyyat naziri Mikayıl Cabbarov və düşdülər, dayandılar. Mən təsadüfən gözüm çevrildim və gördüm ki, Hikmət Hacıyev məni nəzərə tutaraq, mənə işarə edərək, biraz gülümsəyərək mənə dedi, nə tərsən, uzaqdan. İndi videonu da özünüz görəcəksiniz. Mənə dedim, sağ olun. Sağ olun. Mən heç gözləmirdim o mənə yaxınlaşsın. Mən jurnalistlər üçün ayrılmış hissədə dayanmışdım. Gördüm ki, replika atır gülərək. Vətənə xəyanət necə gedir? Konkret mənə sən vətən xainisən deyə müraciət etmədi. Əslində bizim söhbətimiz və bir-birimizə yaxınlaşmamız normal başladı və normal da davam etdi əslində. Və kimsə mənə ədəb-ərkanla yaxınlaşırsa, salamlaşırsa, necəsən deyirsə, ona mən orada kəllə atası deyil idim. Ona qarşı acıqlı danışası da deyil idim. Baxmayaraq Hikmət Hacıyev mənə hiss olundu ki, söhbətindən acıqlıdır. Çünki bir neçə gün öncə də onun haqqında biraz təhqir deməzdim, amma ki, bənzətməklə onun barəsində video çəkdim. Hansı ki, bəlkə də çoxunuz izlədi. Hikmət Hacıyev Şuşada blogerə deyir ki, və kimin şikayəti varsa TikTokda çıxıb şikayətini bildirməsin, gəlsin bizə desin, həll eləyək məsələləri. Mən ona biraz bənzətməklə yarı acı bir video çəkdim. O da deyəsin onun xətrinə dəymiş deyə. Mənə deyir ki, məni lap 5 qat tənqid eləyin, heç vecimə də deyil. İndi o videonu da görəcəksiniz. Yenə deyirəm, mənim haqqımda nə deyirsinindən sonra 5 qat artığını deyin. Xahiş edirəm sizdən. Tənqid edin, 5 qat artığını deyin, 10 qat artığını deyin. Necə deyirlər, mən heç eynəmə deyil. Əlqərəz, Hikmət Hacıyev ədəb-ərkanla yaxınlaşdı mənə və gördüm ki, artıq o yaxınlaşır, artıq bir 5-6 addım atıb və mən də hörmətsizlik etmək istəmədim. O mənə yaxınlaşırsa, 1-2 addımda mən atdım ona tərəf və salamlaşdıq. Və sonra o məndən Almaniyada hansı statusda yaşadığımı soruşur. Mən ona deyirəm, siyasi sığınacaq almışam. Və sonra da deyir ki, bəs sizin halınızda yaşayanlara da yazığım gəlir, ya acıyıram halınıza, bu kimi, indi özünüz görəcəksiniz, göstərirəm. Və mən də cavab verirəm ki, mən tək deyirəm, 100 minlərlə, sonra özü deyir 100 minlərlə çox rəqəmini. Deyirəm, yaxşı, mən tam rəqəmi bilmirəm, amma bəlkə də 100 minlərlədir. 10 minlərlə Azərbaycanlı Almaniyada qaçqındır, qaçqın. Azərbaycan hakimiyyəti bunun fikirləşməlidir ki, niyə onun vətəndaşı Almaniyaya qaçqın gedir? Video özünüz baxacaqsınız. Hikmət Hacıyev normal ədəb-ərkanla mənimlə danışmağa başladı, salamlaşdı və mən ona adekvat addım atdım. Onu orada yiyəsi deyil idim, orada ona kəllə atası deyil idim, acıqlı, aqressiv danışası deyil idim. Nə addım atdım, ona adekvat cavab verdim. Və səsim zəif gəldi, bəli, orada səsim zəif gəlir. Mən ümumiyyətlə efirdə, kamera qarşısında mikrofondan istifadə edirəm və səsim biraz möhkəm gəlir. Amma məni tanıyan, şəxsən tanıyan insanlar bilir ki, təkbətək qarşı-qarşıya danışdığım insanlarla sakit danışıram. Bu mənim təbiətimdir. Sakit danışıram və orada da Hikmət Hacıyevlə sakit danışdım mən. Və bu da heç də Hikmət Hacıyev məni sındırdı kimi qələmə verilməli deyil. Videoya baxmayanlar da mənim çəkdiyim kamerayla daha yaxından səsim biraz uzadan çıxır, ora baxsınlar. Məni heç kəs sındıra bilməz, Allahın uzatdığını kimsə endirə bilməz. Sağ olun.
həyatda ən bir çətin şey vətənə xəyanət etməkdir, dövlətinə xəyanət etməkdir. Qəbul edirəm. Mən o statusda yaşayan insanlara səmimi deyirəm, mənim yazığım gəlir. Düzdür, Allahın yazığı gəlsin. Amma bunu mən bir bədbəxtçilik sayıram. Mən vətənə xəyanət etmirəm, əksinə vətən üçün çalışdığımı, danışdığımı Vətən üçün çalışmaq düşünürəm. demək deyil. Və məsələn, o Qarabağdakı separatçıları təşviq edəndə siz vətən haqqında Montaj, düşünürdünüz. montaj videolardır, ona açıqlama Yenə deyirəm, verirəm. mənim haqqımda nə deyişindən sonra 5 qat artığını deyin. Xahiş Mən edirəm tənqid sizdən. edirəm. Tənqid ancaq edin, tənqid 5 qat etməkdən artığını deyin, 10 qat artığını deyin. Necə deyirlər, mən heç eynəmə deyil. Amma belə deyək, mən də sizə müəyyən dərəcədə sizin mövcud durumunuza bir qədər halım acıyır. Təbii mən də istəməzdim, amma 100 minlərlə Azərbaycanlı Almaniyada sığınacaq alıb. 100 minlərlə, rəqəmləri genişlətməyək. Ya, 100 10 minlər olsun. 10 minlər də Azərbaycan deyil. 10 hakimiyyəti minlər məncə də bunu deyil. düşünməlidir ki, niyə öz vətəndaşı Almaniyaya Azərbaycandakı sığınacağa siz gedir? vəziyyətdə